Deməli, bir mövzu haqqında danışmaq istəyirəm və ilk növbədə xahiş edirəm ki, bunu səhifələrdə paylaşsın. Hər neysə, bilirsiniz ki, dekabr ayında vaqa tutulmuşdu və o tutulanda ona dəstək mən oldum. Halbuki bizim ondan salam sağlığımız belə yoxdur. Yəni, heç əlaqəmiz belə yoxdur. Ona baxmayaraq mən ona köməklik elədim. Səbəb də oydu ki, pis yaxşı övladımın atasıdır. Mən ona kömək eləyəndə mənim qarşı çıxanlar çox oldu. Evdən mamam, bacım, qardaşım, nə bilim, ailəm, dostlarım, hamı mənə qarşı çıxdı ki, eləmə, lazım deyil. Bir dəfə zaten eləmirsən, Allahın bir sağ olun deməyib, ikinci dəfə eləmə. Dedim, eybi yox da, yazıqdır. Nəysə, elədim. Vəkilini də tutdum. Bir ay bazarlığını da elədim. Hətta bu günə qədər də eləyəcəkdim. Dünənləri çıxıb eşitdiyimə görə. Bu günə qədər də yaxşılığımı eləyəcəkdim. Səbəb oldu ki, eləməməyimin səbəbi də o oldu ki, o içəridə olanda Allahın bir sağ olun belə mənə nə yazmadı, nə yığıb demədi.